Nadir müəllim, siz necə? Siz də fədakarsınız bu dostlar üçün. Manaf danışır, dinləyirəm, qulaq asıram. Yəni, doğrudan da bu belə baxanda, yəni çoxlar üçün bəlkə də inandırıcı gəlmir də. Yəni, amma bu həyatda belə şeylər olur. Ona görə də hər zaman gərəkdir ki, dostunu, yoldaşını tanıya biləsən, çalışasan. Bu mümkün deyil, sözsüz ki, insanıq. Deyilən sözə inanırsan. Bəzən görürsən ki, sənə özünü etibarlı göstərmək üçün hər cürə dona girənlər də var. Mən bunu həyatımda yaşamışam. Çox çətindir, yəni belə halla rastlaşmaq çox ağırdır. Çox ağırdır, yəni. Manaf kimi mən də elə olub ki, elə bir şeyə etibar eləmişəm ki ona. Yaxşıdır, evimə etibar eləməmişəm. Öz sürdüyüm maşını etibar eləmişəm ona. Bir də görmüşəm ki, maşının bazardadır, satılır. Siz buna fikir verin. Vay, vay, vay. Ən etibar edədiyim bir dostdur. Ondan sonra mən anladım ki, bu mənə Allahın bir xəbərdarlığıdır. Sən Allahın əmanətini kiməsə etibar edirsən. Olmaz, gərək tanıyasan, düşünəsən, daşınasan ki, bu olar ya olmaz. Tanımaq olurmu ümumiyyətlə? Mən də çox əziyyət çəkirəm. Amma tanımaq olurmu? Yəni siz məndən böyüksünüz, yəni bilərsiniz. Mənə bəlkə o yolu da mənə göstərin, mən də tanıya bilim. Tanıya bilərsən də, tanıya bilməzsən də. Yəni bunu bilmirsən də, insandır da. Görüşdüyün, hər gün danışdığın, ünsiyyətdə olduğun adam, evinə gəlib getdiyin adam olursa bu necə olacaq? Bəs onda kimə güvənək? Qardaş, kişilər fərqli olur. Çətin. Ağızdan söz çıxırsa, mən öz adımdan danışıram. İstəyirsən orada milyon olsun, o söz mənim ağzımdan çıxıbsa, mümkündür, bu olmalıdır. Demişəmsə verəcəm, ya budursa bu mümkün deyil, mən öz adımdan danışıram. O oğlan var, Quranla gəlib, balaların öldü, pis-pis söyüşlər, söyüb ki, narahat olmuyor. Məndə də yoxdur, məndə harada olacaq, mən də sən kimi bir müğəniyəm də. Amma mənim şansım var səndən istəyəcəm ki, özdə görür, maraqlı budur ki, görür Zakirdən Allahım ki, Zakir, mənə bir belə pul lazımdır. Amma mənim padvayt eləmiş, o getdi, o batdı, getdi, deyirsən də ki, sən nətər danışırlar. Dağıl səni dünya. Yəni, elə bir şeylər görmüşəm ki, bu həyatda. Yəni, mən heç belə uzaq olsun, heç evlatlarıma da böyündür ki, elə bir şey yaradıblar ki, heç inanmağım gəlmir. And olsun Allah. Özdə ki, yəni şükür Allah, mənim evlatlarım, yəni bilirsən nədir. Mən söz gəlişi deyiləm, yəni heç kimə inanmıram.